Salamlayıram. Gözəl xəstəxananın açılışı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl xəstəxanadır. Həm xarici görünüşü, həm daxili dizaynı, eyni zamanda bütün müasir avadanlıqlar da burada quraşdırılıbdır. Əminəm ki, həkimlər üçün burada işləmək çox zövq verəcək. Və əlbəttə ki, burada çox yüksək tibbi xidmət göstərilməlidir, xəstələrə yaxşı baxılmalıdır və mən çox şadam ki, Şabran rayonunda belə gözəl, müasir xəstəxana tikilibdir. Siz burada işləyən həkimlər yaxşı xatırlayırsınız ki, əvvəlki xəstəxananın vəziyyəti necə idi. İndi isə dünya səviyyəli tibb mərkəzi yaradılıb və burada bütün səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün şərait var. Bütün şöbələr var. Doğum şöbəsi, cərrahiyyə şöbəsi, pediatriya şöbəsi, digər şöbələr, reanimasiya zalı çox gözəldir. Mən çox sevinirəm ki, Azərbaycanın bütün bölgələrində belə gözəl xəstəxanalar tikilir, açılır və bu ölkəmizin həm gücünü göstərir, həm siyasətini əks etdirir. Çünki bizim siyasət sosial yönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Və insan üçün onun sağlamlığı çox vacibdir. Və sağlamlığı şərtləndirən, həkimlər bunu yaxşı bilir, bir neçə amil var, onların içində tibbi xidmət əlbəttə ki, xüsusi yer tutur. Xəstəliyin vaxtında müəyyən edilməsi, düzgün diaqnozun qoyulması və düzgün müalicəsi demək olar ki, insanların, o xəstələrin sağlamlığını müəyyən edir. Eyni zamanda sağlamlığı təmin etmək üçün digər sahələrdə də işlər görülür. Ekologiya çox vacib rol oynayır. Şabran rayonunun ekoloji vəziyyəti çox yaxşıdır. Ancaq biz istəyirik ki, Azərbaycanın bütün bölgələrində ekoloji vəziyyət yüksək səviyyədə olsun. İçməli su insan sağlamlığı üçün çox vacib rol oynayır. Bu layihələr də hər bir rayonda, o cümlədən Şabranda artıq icra edilməyə başlamışdır. İcra başçısı məlumat verdi. İçməli su kanalizasiya layihəsi artıq icra edilir. Keyfiyyətli qida. Bu məsələyə də diqqət göstərilir. İndi istehlak bazarına nəzarət aparılır. İdmanla məşğul olmaq mütləq insanların sağlamlığı üçün lazımdır. Bu istiqamətdə də baxın nə qədər ölkəmizdə idman qurğuları tikilibdir. Yəni bir də demək istəyirəm ki, insanın sağlamlığının təmin edilməsi üçün Azərbaycan dövləti nə lazımsa onu edəcək və edir. Və Şabranda bax tikilmiş belə möhtəşəm, gözəl, müasir xəstəxananın açılışı bunu əyani şəkildə göstərir. Mən çox şadam ki, bütövlükdə rayonda işlər yaxşı gedir, abadlıq işləri aparılır, rayonun böyük potensialı var. Şabran Azərbaycanın qədim məkanlarından biridir. Burada olan tarixi abidələr, Şabran şəhərinin qalıqları, Çıraq qala, digər abidələr Azərbaycanın nə qədər zəngin mədəniyyətə malik olduğunu əyani şəkildə göstərir. Azərbaycan dövləti öz keçmişinə, öz tarixi mədəni irsinə çox böyük diqqətlə yanaşır. Bu abidələr qorunur və bu bizim ümummilli sərvətimizdir. Bununla bərabər rayonda turizmin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Mən bilirəm ki, vaxtı ilə Sovet İttifaqında məşhur olan Qalaltı müalicəvi istirahət yeri də təmir edilməlidir, yenidən qurulmalıdır və burada turistlərin axını daha da güclü olacaq. Rayonda infrastruktur layihələri həyata keçirilir, qazlaşma işləri aparılır, yollar çəkilir, yeni müəssisələr işə düşür. Bütün bunlar ölkəmiz üçün lazımdır, xalqımız üçün lazımdır. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda insanların normal yaşamasını biz təmin edək ki, bütün sahələrdə, sosial, iqtisadi, bütün sahələrdə daha da böyük tərəqqiyə nail olaq. Xəstəxanaların tikintisi Azərbaycanda geniş fürsət almışdır. Demək olar ki, bu bölgədə
artıq bu əsas məsələləri biz həll edə bilmişik. Siyazəndə, Xızıda, indi Şabranda, Qubada tikilib, istifadə verilib. Qusarda böyük xəstəxana indi inşa edilir. Xaçmazda artıq bitibdir. Yəni, bütün Bakıdan şimal istiqamətinə, deməli, bütün bu zonada səhiyyə məsələlərin əsas, necə deyilə, hədəfləri təmin edilibdir. Əlbəttə ki, ondan sonra ambulatoriyalar, tibb məntəqələri, həkim məntəqələri, onlara da biz baxacağıq. Ancaq köklü şəkildə bu məsələni biz həll edə bilmişik. Və bütün başqa bölgələrdə, hər bir bölgədə xəstəxanalar, tibb məntəqələri, diaqnostika mərkəzləri, Bakıda, məsəl üçün, indi böyük sağlamlıq mərkəzi tikilir və bir neçə ay bundan əvvəl onun təməl daşını qoyduq, vəsait da ayrıldı. Gələn ilin büdcəsində də vəsait nəzərdə tutulub, mənə məruzə edilmişdir. Gözəl bir mərkəz tikiləcək. Bax, bu bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosial yönümlüdür. Bir də demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Bu gözəl hadisə münasibəti ilə sizi ürəkdən təbrik edirəm, can sağlığı arzulayıram, arzu edirəm ki, xəstələrə yaxşı baxasınız və bax, burada bu gözəl şəraitdə uğurla işləyəsiniz. Rayon sakini tibb işçisi Səmaya Qüvvətova dövlət başçısına Şabrana göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Şabran rayonuna dəfələrlə səfər etmişəm, bir neçə dəfə olmuşam, vəziyyətlə tanış olmuşam və deyə bilərəm ki, doğrudan da rayon çox sürətlə inkişaf edir və qeyd etdiyiniz kimi bugün bir gündə bir neçə gözəl tədbirlərin açılışlarında mən iştirak eləmişəm. Heydər Əliyev mərkəzi, Diyarşünaslıq muzeyi, Uşaq Yaradıcılıq mərkəzi, Mədəniyyət sarayının təmiri, bu gözəl xəstəxana, indi bundan sonra ölkəmizdə deyə bilərəm ki, ən böyük infrastruktura layihələrinin içində mühüm yerə malik olan Taxtakörpü su anbarının tikintisinə də gedib baxacağam. 4 il bundan əvvəl mən şəxsən bu böyük layihənin təməl daşını qoydum və çox şadam ki, orada işlər uğurla gedir. Bu layihənin həm Şabran rayonu üçün, həm bütün şimal zonası üçün, ölkəmiz üçün çox böyük, əvəz olunmaz əhəmiyyəti vardır. O layihənin icra edilməsi nəticəsində 100 mindən artıq, bəlkə 150 min hektar torpaq suvarılacaq. Suvarma işləri daha da yaxşılaşdırılacaq və beləliklə kənd təsərrüfatının inkişafına təkan veriləcək. Kənd təsərrüfatı inkişaf etdikcə insanlar daha da çox pul qazanacaqlar, daha da çox məhsul istehsal edəcəklər. Taxtakörpü su anbarının tikintisi, kanalın çəkilişi, su elektrik stansiyasının tikintisi, yenə də demək istəyirəm ki, Azərbaycanda görülən işlərin içində ən böyük məsələlərdən biridir. Ölkəmizdə indi böyük infrastruktura layihələri icra edilir. Yollar, siz də qeyd eləmişsiniz, Bakı-Rusiya sərhədi yolu, indi Şabran şəhərinə yol necə də gözəl olub, rahat olub. Əvvəlki dövrdə bütün yük maşınları rayonun içindən keçir. Dəfələrlə bu məsələni icra başçısı qaldırmışdı, mən özüm bilirdim. Dəfələrlə bu yolu getmişəm. Şabran Siyazən içindən gedən yol indi həm təhlükə idi insanlar üçün, uşaqlar üçün, həm də əziyyət verir. Özü bir dar bir yol idi, 2 zolaqlı. İndi o magistral yolunu biz keçirdik kənara, 4 zolaqlı. 4 zolaqlı və ölkənin ən böyük köprüsü Şabrandadır. Ən böyük köprüsü Şabrandadır. Keçən dəfə onun tikintisi ilə biz tanış olurduq, sonra da açılışında da iştirak eləmişik. Yəni yol, körpülər, abadlıq və Taxtakörpü su anbarı doğrudan da bu bir əsərdir. Bunu indi çox adam bilmir, çünki orada indi uzaq yerdir, orada da gediş-gəliş də yoxdur, iş də gedir. Amma o layihənin açılışından sonra mən əminəm ki, ora özlüyündə bir turizm məkanına çevriləcəkdir. Oranın elə bir ki, iqlimi dəyişdiriləcəkdir. Təsəvvür edin ki, indi orada dağların arasında böyük bir, ikinci bir dəniz, böyük bir göl yaradılacaq. Bunu yəni sözlə izah eləmək çətindir. İndi
açılışından sonra indi əminəm ki, həm Şabranlılar, həm də ki, bütün başqa rayonlardan olan vətəndaşlar gedib baxa bilərlər. Bax, budur Azərbaycanın reallıqları. Bu xəstəxana, bu rayonda aparılan işlər, hər bir sahədə, istər infrastruktura, sosial, iqtisadi sahələrdə, hər bir sahədə inkişaf var və inkişaf daha da güclü olmalıdır. Azərbaycan irəliyə gedir, uğurla irəliyə gedir, güclənir, möhkəmlənir və beləliklə bizim qarşımıza qoyduğumuz vəzifələr icra edilir. Sizi bir daha bu gözəl hadisə münasibəti ilə ürəkdən təbrik edirəm və uğurlar, can sağlığı arzulayıram. Sağ olun.